Müharibənin bitməsindən bağlı real ssenari nəinki yoxdur bu dəqiqə. Əksinə, müharibənin daha geniş fazaya keçirilməsinə bağlı, daha ciddi bir ssenari ilə bağlı fikirlər səslənməkdədir. Bu da əlbəttə ki, işte xoş hal deyil. Yəni, belə götürəndə müharibə genişləndikcə təkcə İran, İsrail və yaxud da ABŞ İsraillə birgə İrana hücum həyata keçirilmir. Bu həm də İranın artıq İsrailin və yaxud da ABŞ-ın İranı vurması ilə paralel olaraq İran həm İsrailə cavab verir, həm də ki, Amerika Birləşmiş Ştatlarının İranın qonşu ölkələrində, xüsusən də ərəb ölkələrində olan hərbi bazalarını hədəf alır, eyni zamanda səfirliklərini də hədəf alır. Bu o demək ki, bunun trayektoriyası genişlənir, müharibənin bitmə ehtimalı yalnız tərəflərin iradəsindən asılıdır ki, bu da hələ mümkün deyil. Artıq İranda yeni seçilən ali rəhbər Müstəba Xameyninin deyək ki, fikirlərindən bağlı İran mediasına məlumatlar getdi və müharibə böyük ehtimal ki, hələ uzanmaq ehtimalı var. Yəni, hələ ki, bunu dayandırmaq istəmirlər və əgər bunu dayandırmaq istəsələr belə, onlara qarşısına seçim qoyula bilər. Seçim də nədən ibarətdir? Yəni, tərəflər olduğu kimi dayanmalıdır. İranın tələbi, deyək ki, tələbi ondan ibarətdir ki, İrandakı iki məsələni həyata keçirməlidir. Bir, indiyə kimi İrana dəymiş ziyanın ödənilməsi həyata keçirilməlidir. Bir. İkinci, Amerika Birləşmiş Ştatları körfəzdən çıxmalıdır. Hər iki halda bunun Amerika Birləşmiş Ştatlarının nə də İsrailin edəcəyi gözlənilmir. Bu bir. İran Hörmüz boğazından bağlı verdiyi qərar ondan ibarətdir ki, o Hörmüz boğazından keçəcək əsas yüklər yalnız və yalnız yuanla ticarətdən sonra keçə bilər. Yəni, Amerikanın dollar ticarətinin qarşısını alır. Bu da təbii ki, Amerika üçün qırmızı xətti olmazsa olmazdır. Onu da qəbul etmək istəmirlər. Bu məsələni dayandırmaq üçün nə Çin, nə Rusiya, nə də digər ölkələr hələ ki ciddi bir təşəbbüs göstərə bilmirlər. Düzdür, Türkiyə məsələ ilə bağlı ara-sıra fikirlər səsləndirilir, vasitəçi etmək istədiyini bildirir. Amma hələ ki nəticə yoxdur. Yəni, hər hansı bir dövlət qarşıya düşüb, məsələn, mən bu məsələni həll edərəm deyə bir fikir səsləndirmir. Çünki nə Amerika Birləşmiş Ştatları, nə İran, nə də deyək ki, İsrail bu məsələdə ortaq fikrə gələ bilmirlər. Hələ ki, deyilənə görə İran Xarici Naziri Əraqçı ilə Amerika nümayəndəsi Vitkovun birbaşa təması olduğuna bağlı fikir səslənir, amma hələ ki bu real deyil. Yəni, bu isə BMT, Çin, Rusiya və digər böyük güclər müdaxilə etmədən müharibənin dayanma ehtimalı, yəni diplomatik müstəviyə keçirilib danışıqlara çatdırması məsələsi mümkün görünmür. Real senari nə olardı? Region dövlətləri bu işdə maraqlı olardı, dəstək verə bilərdilər. Buna həm də tərəflərin özləri də maraqlı ola bilərdi, onu eləyərlər. İkinci bir, deyək ki, senari beynəlxalq deyək ki, təsisatların bu işə marağının olması. Təbii ki, burada BMT xüsusi rol oynayır. Onun bu işdə marağı olmalıydı. Eyni zamanda region dövlətləri ilə, deyək ki, Türkiyə, məsəl üçün Azərbaycan və yaxud da ki, BMT də burada daxil olmaqla bir, deyək ki, sülh qrupu yaradılmalıydı və mövzu bunun üzərində müzakirə olunmalıydı, qərar çıxarıla bilərdi. Yəni, bu olarsa, bəlkə də hardasa tərəflərin real danışıqlara gəlib çıxması və müharibənin dayanma ehtimalı çox ola bilər. Əks təqdirdə müharibə uzana bilər. Bu, getdikcə daha geniş miqyasa yayıla bilər. Çünki İran artıq Amerika Birləşmiş Ştatlarının qonşu, yəni İrana qonşu dövlətlərdəki hərbi obyektlərini sıradan çıxardır, səfirliklərini vurur və s. Bu da ciddi itkilər deməkdir. Və böyük ehtimal ki, bu cür davam eləsə daha geniş miqyaslı müharibə ola bilər. Ona görə düşünürəm ki, atılacaq addımların real nəticəsi yalnız və yalnız deyək ki, tərəflərə veriləcək dəstəkdən, yəni siyasi dəstəkdən və yaxud da ki, bu dialoqa çağırışdan həyata keçirə bilər. Amma hələ ki, tərəflər bu razılığa gələ bilmirlər.